Salam, hər vaxtınız xeyir olsun. 7-ci sinif dərsliyindən səhifə 46-da 6.3 yarım başlığının gərginlik suallarına baxacağıq. Burada bildirir ki, qabdan axan suyun kinetik enerjisi ilə qabdakı su səviyyəsi arasındakı hansı əlaqə var? Deməli, suyun səviyyəsi çox olan qabdan axan suyun kinetik enerjisi çoxdur. Gələk ikinci suala. İkinci sualda bildirir ki, deməli, nə bildirir? Baxaq. Lampa hansı halda daha çox işıq enerjisi şüalandırır? Bunun səbəbi nədir? Burada birinci lampa dediyimiz, yəni A variantında olan lampa daha çox enerji şüalandıracaq. Birinci lampa daha çox enerji şüalandıracaq. Səbəbi budur ki, ardıcıl birləşmədə daha çox enerji əldə olunur. Daha çox enerji əldə edilir. Deməli, bu hissəni yazdısa silirəm və yaxud da videonu geri sarıb oradan baxa bilərsiniz. Üçüncüdə bildirir ki, bu hissədə suyun hündürlüyü ilə qalvanik elementin sayları arasında hansı uyğunluq var? Suyun hündürlüyü, su sütununun hündürlüyü çox olan qabda, daha doğrusu qab daha çox potensial enerjiyə malik olur. Ardıcıl birləşən zaman ardıcıl birləşdirilən qalvanik elementlər daha çox olduqda daha çox enerji əldə edilir. Keçək növbəti suallara. Bu hissəni də silək ya da yuxarı çəkək. Sonra bildirir ki, nə bildirir? Təbiət, sonra baxaq burada suallara. Burada bildirir ki, hansı halda lampa daha parlaq yanar? Baxın, bu sual 4-cü hissədəkinin sanki sxematik quruluşunun ardıdır. Açarı açın və ikinci qalvanik elementi əvvəlki ilə ardıcıl birləşdirin. Burada belə deyək, baxın, bu qalvanik elementə bir dənə mənbə birləşdirsək, buradan bir rəng seçək, ağ rəng ki, biraz onu
sıradan çıxardaq daha doğrusu. Deməli dəqiqə burada ağ rəng. Deyir ki, buna bir ardıcıl qalvanik element birləşdirin. Birləşdirək. Və buradan bir belə, bir də belə. Və getdik, birləşdirdik bu şəkildə. Və bizə bildirir ki, hansı halda lampa daha parlaq yanar? Cəryan mənbəyi, iki cərəyan mənbəyi ardıcıl birləşdirildikdə. Niyə? Çünki orada cəryan mənbəyi ardıcıl birləşir və dövrənin və dövrədəki lampanın parlaqlığının artmasına səbəb olur. Çünki İkinci sualı bildirir ki, birinci və ikinci halda lampanın parlaqlığının fərqli olmasının səbəbini izah edin. Burada baxın, ikinci cəryan mənbəyini birləşdirdik bu sxemdə və iki cəryan mənbəyini ardıcıl birləşdirdiyimiz zaman deyir ki, bizə birinci və ikinci halda lampanın parlaqlığının fərqli olmasının səbəbini yazın. İkincidə deməli uşaqlar, bu birinci idi. İki cəryan mənbəyi ardıcıl birləşdirildikdə ümumi gərginlik və hər bir yükə düşən enerji artdığı üçün. Keçək növbəti sualımıza. Deməli, bunu sürüşdürək ki, yaza bilmədinizsə, videonu geri sarıb oradan yenə də yaza bilərsiniz. Deməli, bunu biraz çəksək. Bildirir ki, sizcə cəryan mənbəyinin elektrik yüklərinə verdiyi enerji nəyə sərf olunur? Burada cəryan mənbəyinin elektrik yüklərinə verdiyi enerji nəyə sərf olunur? Cəryan mənbəyi tərəfindən yük daşıyıcılara verilən enerji işlədicilər vasitəsilə digər enerji növünə çevrilir. Məsələn, tutalım ki, lampaya gələn enerji işıq lampanın işıq saçmasına səbəb olur. Lampanın işıq saçmasına sərf edilir. Gələk növbəti sualımıza. Növbəti sualda nə bildirir deməli? Bildirir ki, öyrəndiklərinizi tətbiq edin. Baxaq, öyrəndiklərimizi tətbiq edək. Nigar elektrik mühərrikindən istifadə edərək sərinkeşi hazırladığı sərinkeşi 20 voltluq cəryan mənbəyinə qoşduqda dövrədəyi cəryan şiddəti 500 milliamper oldu. 10 saniyədə elektrik enerjisinin miqdarını hesablayın. Baxaq. Deməli, gərginliyi yazsaq 20 voltdur.
Cəryan şiddəti I bərabərdir şagirdlər 500 milli. Milli 10 üstü mənfi 3 deməkdir və amper. T bərabərdir şagirdlər 10 saniyə və istilik miqdarı bərabərdir suala. Deməli, daha doğrusu enerjinin yox, istilik miqdarı yox, enerjinin miqdarını bizdən soruşur. Deməli, W bərabərdir Q vurulsun U-ya. Burada Q-nin yerinə yazırıq IT vurulsun U. Yəni, bu ifadə sadəcə Q-nin əvəzinə yazılıb. U öz yerində qalır. İ'miz 500 vurulsun 10 üstü mənfi 3 vurulsun. Zamanımız 10 saniyə vurulsun. Gərginliyimiz 20. Sıfırlarla getdi bu. Qaldı 100 joule. Cavabımız olur 100 joule və D variantı. Gələk növbəti sualımıza. Növbəti sual da bildirir ki, nə bildirir? Deməli, bildirir ki, Azər, Nigar və Leyla cəryan mənbəyinin və lampanın uzlarındakı gərginliyi ölçmək üçün şəkildəki sxemə uyğun elektrik dövrəsi yığdılar. Hansı şagirdin yığdığı dövrə voltmetr yanlış bağlanıb? B-də deyir ki, voltmetrin yanlış bağlandığını dövrənə hansı dəyişiklik edilməlidir? Deməli, voltmetr ümumiyyətlə dövrəyə paralel qoşulur. Məsələn, Azərin yığdığı dövrənin sxemində dövrədəki burada, yəni cəryan mənbəyindəki gərginliyi ölçür. Nigarın yığdığı sistemdə lampadayı gərginliyi ölçür, lakin Leylada isə səhv qoşulur. Bu ardıcıl qoşulmadır şagirdlər və burada ampermetr ola bilərdi. Amma nədir bu? Voltmetr. Demək ki, Leylada səhv yığılma var. Deməli, nə yazırıq? Yazırıq ki, biraz bunu sildək. Biraz bunu yuxarı çəkək və yazaq. Birinci A variantında yazırıq. Voltmetr dövrə elementlərinin uclarına paralel birləşdirilməli. Deməli, paralel birləşdirilməlidir. Və baxırıq burada, bayaq qeyd etdiyimiz kimi, Leylanın yığdığı sxem yanlışdır. Leylanın yığdığı sxem yanlışdır. Gələk növbəti sualımıza. Növbəti sualda bildirir ki, şagirdlər, voltmetrin yanlış bağlandığı dövrədə hansı dəyişiklik edilməlidir? Burada sxem, yəni bu Leylanın yığdığı sxem yanlış idi da, yəni voltmetri səhv qoşmuşdu. Ya həmin voltmetri bu şəkildə dövrəyə qoşmalı, voltmetri dövrəyə qoşmalı bu şəkildə, ya da həmin voltmetri gətirib cəryan mənbəyinə birləşdirilməli və mənbədəki gərginliyi hesablamalıdır. Yəni, B variantında yazırıq ki, voltmetr paralel qoşulur və nümunə olaraq Azər və Nigarın yığdığı və yaxud qoşduğu voltmetri qoşduğu kimi yığmaq olar. Düzgün yığılan dövrələrdəki voltmetrin göstəriciləri eyni yoxsa fərqlidir?
Burada oxşar ya da fərqlidir hissəsinə baxırıq. Bu hissəni yazdısa silək və yaxud videonu geri çəkib oradan da baxa bilərsiniz. Burada düzgün yığılan C variantına baxırıq. Düzgün yığılan sxemlərdəki volt metrlərin göstəriciləri eyni olacaq. Səbəb budur ki, dövrədə lampadan başqa işlədici yoxdur. Gələk növbəti sualda bildirir ki, bir də görək burada nəsə varmı? Yoxdur. Deməli, öyrəndiklərinizi yoxlayın hissəsi var. Şairlər, deməli, burada bildirir ki, gərginliklə bağlı hansı ifadə doğrudur? BSD vahidi voltdur, doğrudur. Gərginlik U hərfi ilə işarə olunur və vahidi voltdur. Sonra 1 doğru oldu. Sonra BSD vahidi amperdir. Bu cəryan şiddətinə aiddir. Voltmetr ilə ölçülür, doğrudur. Ampermetr ilə ölçülür, yanlışdır. Vektorial cəmiyyətdir. Skalyar cəmiyyətdir, doğrudur. Bu yanlışdır. Azərin yığdığı dövrədə yanlışlığa yol verildi. Azərin səhvi nədir? Azərin səhvi budur ki, yazaq. Deməli, Azərin səhvini tapmışıq. Dövrədə fikir versəz, baxın, lampa, voltmetr, A variantını yazırıq. Dövrə sxeminə paralel qoşulmalıdır. Ampermetr isə ardıcıl qoşulmalıdır. Səhv buradadır ki, səhv budur ki, voltmetr ardıcıl qoşulub. Ampermetr isə paraleldir. İkincidə bildirir ki, lampada gərginliyi və ondan keçən cəryan şiddətini ölçmək üçün nə etmək lazımdır? B variantında voltmetri dövrəyə paralel, ampermetri isə ardıcıl qoşmaq lazımdır. Baxaq C-də nə bildirir? Deməli, C-də bildirir ki, voltmetri dövrəyə qoşarkən nəyi nəzərə almaq lazımdır? C variantında yazırıq C. Voltmetri qoşarkən mənfi sıxacı cərəyan mənbəyinin mənfi qütbünə müsbət sıxacını cəryan mənbəyinin müsbət
tıxacına qoşmaq lazımdır. Gələk növbəti suala. Bildirir ki, 3-cü sualda şəkildəki cəryan mənbəyi dövrəyə qoşulduqda hər bir kulon yükę nə qədər enerji verir? 3-cü sualda cəryan mənbəyinin üzərindəki gərginlik hər bir kulon yükę verilən hər bir kulon yükę mənbə tərəfindən ötürülən enerjiyə bərabərdir. Ötürülən enerjiyə bərabərdir. A variantında nə olur? A-da olur 6 joule, B-də olur 12 joule. Gələk növbəti suala. Növbəti sualda bildirir ki, Leyla 2 eyni lampadan istifadə edərək şəkildəki kimi dövrə qurdu. Sizcə Leyla dövrəyə bir batareya daha əlavə etməklə nəyi müəyyən etmək istədi? Baxaq. Görək Leyla burada nə edib? Deməli, bu belə. Bir dənəsində yapışdıraq bu hissəyə. Deməli, burada baxaq. A variantında bildirir ki, sizcə Leyla dövrəyə bir batareya əlavə etməklə nəyi müəyyən etdi? Cəryan mənbələrinin sayını artırmaqla lampanın parlaqlığının necə dəyişdiyini müşahidə etmək istədi. Ardıcıl birləşmədə mənbələrin sayı artır və lampa daha parlaq közərir. İkinci sualda bildirir ki, Leyla açarı qapadıqda hansı lampa daha parlaq yanar? B variantı ikinci dövrədəki lampa. Səbəb nə idi? 2 cəryan mənbəyini ardıcıl birləşdirib. Belə şagirdlər, diqqətiniz üçün təşəkkürlər. Növbəti izahda görüşənədək.